dedi, ey Rəbbim, fitnə fəsad törədən qövmün əleyhinə mənə kömək et. Elçilərimiz İbrahimə müjdə gətirdikləri zaman dedilər, biz bu şəhərin sakinlərini məhv edəcəyik. Həqiqətən oranın sakinləri zalimlardır. İbrahim dedi, orada Lut da var. Onlar dedilər, biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq. Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər, qorxma və kədərlənmə. Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq. Biz günah əməllər törətdiklərinə görə bu şəhərin sakinlərinin üstünə göydən bir əzab endirəcəyik. Həqiqətən biz düşünən adamlar üçün o şəhərdən açıq aydın bir əlamət saxladıq. Mədiyən əhalisinə də qardaşları Şüeybi göndərdik. O dedi, ey qövmüm, Allaha ibadət edin, axirət gününə ümid bəsləyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin. Onlar isə onu yalançı saydılar. Buna görə də onları qorxunc səsli bir zəlzələ yaxaladı və öz evlərində üzü qoylu düşüb qaldılar. Adı da, Səmudu da məhv etdik. Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib, onları haqq yoldan çıxartdı. Halbuki onlar gözü açıq adamlar idilər. Qarunu, Fironu və Hamanı da məhv etdik. Həqiqətən Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlü etdilər və axırda əzabımızdan qaça bilmədilər.